batmış yerlərdə köməksiz vəziyyətdə qalmış 20 nəfər təxliyə olunub. AzTime xəbər verir ki, ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdə suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb edilib. Əməliyyat nəticəsində su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3 uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub. Güclü yağış səbəbindən Bağırov körpüsündə avtomobillərin hərəkəti dayanıb. AzTime xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidəki yağış sularını aradan qaldırır. Dövlət Yol Polisi əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət ünvanlayıb. Qeyri-sabit hava şəraiti, xüsusilə intensiv yağıntılar və güclü küləklərlə əlaqədar yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara aşağıdakı tövsiyələr edir. Sürüşkən yol şəraitini nəzərə alaraq sürət həddinə əməl edilməli, nəqliyyat vasitələri arasında ara məsafəsi düzgün saxlanılmalıdır. Zəif görünmə şəraitində işıq cihazlarından istifadə olunmalı, qəfil manevrlərdən və ötmələrdən çəkinilməli. Piyadalar hərəkət zamanı daha diqqətli olmalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməlidir. Şəxsi nəqliyyat vasitələrindən istifadənin mümkün qədər azaldılması, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur. Bütün yol hərəkəti iştirakçılarını ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq.